bu olaylar qadınlardan başladı, gənc qadınlardan. Qadınların problemləri böyük bir problemdirlər ki, yəni dünya səviyyəsində, yəni biz deyək qlobal problemləri də var. Yəni dünyanın hər güşəsində də qadınlar ilə mübarizə aparırlar. Amma İranın içində bu problemlər çox böyükdülər və bu baxırsınız, görürsünüz, bu əlov çox böyük oldu. Çünki dünya heç bilmirdi ki, qadınlara nə baskı var İranda və bir fürsət oldu bizim gənclərimiz bu əsrdə ki, sosial media var, hamının əlində durbin var və bizim gənc uşaqlarımız da, qızlarımız da baxırlar, görürlər ki, hələ dünyada o birisi qadınlar nə cür yaşayır, onların haqları nədir və İrandakı haqlar nədir, ona görə bunların bu etirazları himayət olundu, ona görə də səsləri eşidildi və düzün axtarasız biz baxanda görürük ki, o qədər ki, bu toplumda qadına zülm olubdur, genel halətdə hamıya o həddə olmayıbdır. Mən çox sevirəm bu məsələni, qadın problemlarına belə də bir baxam. Məsələn, bir seri məsələlər var, dedim, qlobaldırlar, yəni elə bu kürənin üzündə hamı qadınlara olur. Məsələn, elə tam erkəklər istəyirlər onların qadının bədəninin kontrolunu əlində saxlayırlar. Həmişə ki məzhəb təvəssütü ilə və ki ayrı yollardan istəyirlər qadınların bədəninə kontrollarını alalar. Bədəninə kontrol almaqla da özlərində kontrolda saxlayırlar. Məsələn, biz deməyək ki, İslamdadır ki, qadına deyir nəcimə. Elə o birisi dinlərdə də qadına elə bu baskılar vardı. Qadını çox vaxt gəlirik, görürük ki, hala məzhəb o cür baxır. Ayrı yerdə də gəlirlər qadını bir cinsi əbzar gözündə baxırlar ki, bunlar da qadını insan haqlarından çox uzaqladır və qadınlar illər boyu bunlara dillənirlər və çox əlləşirlər dəyişsinlər və maalesef elə bu müşkilat var. Bir ayrı da qadın problemlərindən dünya üzərində bu qadının uşaq saldırmasıdır ki, hələ məsələn çox demokrat ölkələrdə də biz görürük ki, qadından bu haqqı alırlar. Məsələn, alan Amerikada alıblar. Qadın xaliqdir, bir uşaq bədən eləyə bilir, bir uşağı bu bədənində yetişdirsin və onu bu dünyaya gətirsin. Pəs qadının haqqı var, özü bilər, özü harda təhsil tutar ki, istərsin ya ki, istəməsin. Bir zaman olur ki, qadın hamilə olur, amma istəmədən heç şəraiti yoxdur. Ya orada məsələn onun haqqıdır ki, uşağı qəbləzin ki, uşaq ola, hələ balaca bir nütfədir və o, yəni qəbləzin ki, o nütfəni bu kamil insana təbliğ eləyə gətirə bu dünyada və istənməmiş bir uşaq ola, məsələ ola və onu yəni sona yetirə, qoymaya bunu. Və biz görürük ki, dünyada elə bu məsələni elə qadınlara böyük məsələyə təbdil olublar. Bir ayrı məsələ də həmişə qadınların necür deyirlər, tacizə qalmaqlarıdır ki, biz İran qadınlarından ötürü deyir, elə dünyanın hər yerində vardı və qadınların çox vaxt səsləri eşidilmir ki, biz neçə illərdir görmüşük, məsələn, Me Too hərəkətində nə qədər köməklik oldu qadınlara ki, qorxmasınlar və tacizə məruz qalanda onu səsləndirsinlər. Bundan keçəndən sonra biz gəlirik, görürük ki, İranda qadına nə keçir. İranda qadının heç insan tanınmır qadın, qadının haqqı yoxdur. Çünki elə insan haqlarından baxsaq, qadın yarı adamdır, yəni erkəyin yarısıdır. Dərhal ki,
Allah qadını yaradanda əsli xaliq bu bəşərin bəqası qadının əlindədir. Nə cür olur ki, qadın amma irs aparanda, ailədən irs aparanda yara olur, bir hadisə biləsinə üz versə, canın əldən versə, onun diyəsi yarıdır. Bunlar bir məsələdirlər ki, neçə illərdir məxsusən bu hökumət qadınlara qabağına gətirib adını da qoyubdur ki, İslam qanunlarıdırlar. Yəni, belə biz görürük ki, qadın haqqı heç bu ölkədə əslən yoxdur. Bundan keçəndən sonra qadının ailədə baxırıq, görürük ki, nə baskılar altındadır və hətta hökumət tərəfindən. Məsələn, ailə təşkil vermədə, evlənməkdə. Qadın evlənir. Məsələn, hala ya indi nə şəraitdə evlənir, hələ bunlarla işimiz olmasın. Hər zaman ola bilər ki, bu qadın təslim tutar ki, bu evlilikdən çıxa eşiyə. Biz bilirik ki, qadının buna haqqı yoxdur. Hətta erkəyin o qədər haqqı var ki, qadın istəməsə də bu evlilikdən çıxa eşiyə, erkəyin haqqı var ki, hər zaman istəsə ona o evdən ata eşiyə və onu hətta uşaqlarından uzaq saxlaya. Çünki bizim bu İranın qanunlarında, bu İslami qanunlarında cərəyandadır. Məsələn, uşağın hizanəti, uşaq ilk nənənin qarnında vücuda gəlib və bu dünyaya göz açıbdır. Onun hizanəti ana-la deyil, onun hizanəti ata-ladır. Yəni, ailənin tam qüdrəti kişinin əlindədir və bunlar özləri, yəni hətta diqqət eləmirlər bizim məmləkət dolandıranlarımız. Bunlar özü qanuni xanvadə deyirlər farsça. Qanuni xanvadəyə böyük zərbədir. Çünki qadın gərək o xanvadəni özündən bilə tayin ki, ona can yandıra. Bu məsaillər tam bizim qızlarımız hamısı, məxsusən də bugünkü gənc qızlar ki, dərs oxuyurlar, gözləri açıqdır. Bunları bilirlər, düşünürlər və bunların istəyirlər qabağın alalar, qanunları çevirələr. Ondan sonra o tərəfdən zaman dəyişilibdir. Qadınlar da gedirlər universitetlərə. Ondan sonra istəyirlər işə gedələr. İş mühitində qadınlara çox baskılar var. Qadınlara əvvələn ki, kişilərlə bərabər tutmurlar. Onlara ağır iş verirlər, az hüquq verirlər. Qadın dillənəndə deyir ki, sən ki, ev dolandırmısan, sən neyinsən maaş? Maaş sənin bir nəfər var, sənə sahib çıxır, sənin yemək içmağını da sənə yetirir. Elə bir ki, burada qadın yenə insan görünmür. İşləyəndə görə kişidən də çox işləyə, amma gərək səsi çıxmaya və kişidən də az ona maaş verirlər. O tərəfdən baxırıq ki, bizim öz hökumətimiz də əslən düşəndə məclisdə otururlar, qanun keçirlər, deyirlər ki, iş azdır məmləkətdə, əvvəliyyət verək kişiyə, kişilər əvvəl, məsələn, yəni bu bir dənə ayrı seçkilikdir da, yəni sən formuda bir dənə qadın formu doldurursan işdən ötür, amma orada cinsiyyətli yazsan da ki, sən qadınsan ya kişisən, orada əvvəliyyəti verəcəklər kişiyə, çünki elə bu toplum, mərdsaları toplum qüdrəti istir versin kişiyə. İstir kişi evin, ailənin pul gətirəni kişi olsun, çünki pul həmişə qüdrət də gətirər və bu cürsi qadını əlləyə qaçmasının qabağını alsın. Bu özü bir məsələdir ki, bu hala iş mühitində bərabər, kişilərlə bərabər olmaq yenə də dünya səviyyəsində, yəni qlobal bir məsələdir və İranda, dünyada bu ayrı seçkiliyi qanunu yerinə oturdanmazlar. Bəli, maalesef İranda biz görürük bir də məclisdə bir qanun da keçirlər və bu ayrı seçkiliklara əsən mücəvviz sadir edir. Bu məsaildən keçəndən sonra gəlirik məsələn qadınların danışqahda, universitetlərdə ya eləcə iş mühitində bunlar tacizə məruz qalanda səslərini çıxarda bilənmirlər. Mən sizə bir misal vurum, çünki mən özüm universitet profesoruyam. Biz burada Amerikada cərəh bir otağımız ki var, öğrencilər gələrlər bizdən danışarlar, sözlərini bizə deyərlər. Biz gərək otağın qapısını açıq qoyaq bir dana öğrenci otağa girəndə.
Bərain ki, görünsün ki, mən professor ki, qüdrət əlimdədir. O öğrenci ki, bir gənc adamdır, hala qız, qadındır, erkəkdir, girir mənim otağıma. Əsas əmniyyət eləsin və özü də vazif görününsün ki, bu otaqda nələr keçir. İranda mən bu qadınlar çox hətta professorlarının tərəfindən də olur ki, tacizə məruz qalıb, səslərini çıxardanmırlar. Əvvəlki görər ustad qız uşağını gedir otaqda bir sual soruşur, deyir qapını ört. Mən özüm öğrenci olanda belə şeyləri öz yoldaşlarımdan görmüşdüm, eşitmişdim ki, məsələn, getdilər bir ustadla danışarlar və o qapını ötdü, sonra məsələn, əlini sürdü bulan üzünə, əlinə. Hələ çox kiçik bir sözlər deyirəm də. Özümüz xəbərlərdə də hərdən eşidirik ki, nələr olur. Yəni, bunu istirəm yetirəm ki, o son insan, qadın ola bilər tacizə məruz qala, amma ondan sonra onun dalında bir cərh bir qanun ola və bu məsailə yetişir. Biz görürük ki, biz İranda, İran qadınlarına belə imkan yoxdur. Əsən bir düzün axtarasan bir kanal yoxdur ki, rahatçılıqla bir qadın gedə deyək ki, məsələn, bu ağa mənə bu mesela bir hürmətçilik elədi. Yəni, çünki qanun tam kişilərin tərəfində durur və qadınlar hər tərəfdən ayrı seçkilik və ayrı seçkiliyə qalırlar. Bu məsaildən keçəndən sonra, yəni gəlir bizim ən böyük məsələmiz, problemimiz qadın ünvanında bu hökumətlə başlayıbdır, hicab məsələsidir. Yəni bizim həqqimiz yoxdur. Özümüz bilək ki, nə geyəcəyik, nə cür çıxacaq eşiyə. Bir qanunlar yazılıb, bir uniformlar bizə təklif olunub ki, bunları gərək geyək, bunu gərək örtək. Hətta o qədər bu qadının üstündə bunlar sərmayəgüzarlıq ediblər qadına baskıya ki, hətta bizdə deyirlər dress code veriblər. Məsələn, dövlət yerlərdə işləyənlər uniformları çox tutuq. Ondan sonra gəlir, məsələn, şəxsi yerlərdə işləyəndə yenə uniformları hala belə ola bilər. Ondan sonra da xiyabanda. Yəni, qadın gərək tamam bu məvanələrdən keçə, yəni qadının sevir, nə rənciyə, nə mənəciyə, nə cür. Məsələn, azadçıya, tutuqçıya özəlində deyir. Gərək baxa şəraitinə harda işləyir, kim başın üstündədir, kim başın üstündə deyir, kim nədir ona təklif edəcək ondan doğrana. Biz hətta bunu ailə, o bir tərəfdən də bizim camiə, İslami bir camiədir, yəni o tərəfdən də elə qadınlar bu baskını ailənin içində də görürlər. Ailənin içində də dədə bir tərəfdən, qardaş bir tərəfdən, ər bir tərəfdən evlənəndən sonra. Bunlar həmişə baxacaqlar, deyəcəklər, bunu nədən giydin, bu rəngi nədən giydin, çox cılıq giyinibsən, bu cür giyindin, sənə hamı baxacaqdır küçədə və bunlar həmişə qadınları sıxıb. Yəni, qadının heç icazə vermirlər ki, o fikrin işləsin, açıq-açıq düşüncələrə yetişsin, görsün dünyada nə var. Elə ancaq bu baxsın, görsün, bu çərgəti başına örtəndə indi kim ona nə deyəcək. Və görürsünüz də ki, hətta da bizim polisimizin bir böyük şöbəsi var ki, Yaşlı İrşad adında xiyabanlarda gəzir, qadınlara daim təzəkkür verir, tutur, aparır və onu tənbih edir, nə giyib, nə giyməyibin üstündə. Baxırıq, görürük, bəs burada qadını kontrol eləmək nə qədər böyük bir məsələdir ki, bir bilə bu rejim onun üstündə sərmayəgüzarlıq eləyibdir. Məsələdə ki, mən sevirəm burada artıram. Bu qadınların pasport almaq məsələsi məxsusən indi gənc qadınlara çox böyükdür. Onlar yəni buna sindirəmirlər. Nədən bunlar hər dəfə pasport alanda
pasportları, hətta bir dəfə alanda gərək bunların həyat yoldaşları bunlarla gedə o güzərnamə mərkəzinə, orada təhvil verə, buna pasport verərlər və bilirsiniz ki, pasport da 5 ildən 5 ilə də hətta tarixi qutular və bunlar 5 ildən 5 ilə gərək yapışalar. Begol həyat yoldaşlarının əlindən aparalar və bunu təcəssüm edin ki, bir ləhzə həyat yoldaşının dərsə halı istir bunun halını tuta deyir, yox, heç mən qoymuram səni pasport olasan. Yəni burada bizim qədimdən şayət qadınlarımız, analarımız bunları çəkə biləydilər. Çünki özlərinə bir özgürlükləri yoxdur. Amma indi bu təzə nəsl bizim deyək, məsələn, İrandan məxsusən gənclər ki, indi 20 yaşları var, 20 neçə yaşları vardı. Bunu heç çəkə bilmirlər. Yəni, istəmirlər icazə alalar, pasport alalar. Çünki istəyirlər dünyanın hər yerindəki qadınlar üçün. Mən hər zaman istədilər də səfərə gedərlər, dostları ilə, özləri tək başına. Çünki dünyanın hər yerində qadın elə lazım deyir ki, gedir, məsələ dolanmaq şöyle istəyir. İstəyir gedə, məsələn, İran qadınları mən deyirəm. Məsələn, istəyir çıxa dostları ilə gedə, məsələn, Dobeyə. Lazım deyir ki, hər zaman insan evləndi da zəncirə bağlamıyor ki, gərək hətmən həyat yoldaşı ilə gedə hər səfər üçün. Pəs bu qadının özünün də bir yaşamı ola, bir dostları ola, onlarla da bir çıxayışıya. Bu pasport məsələsində, yəni kamilən də lap da qadın ehsas eşidən zindanıdır və o görə bu zindan içində də həyat yoldaşı hər zaman da istəsə onu məmnun xuruc elər. Necə ki, biz vərzişkarlarımızda görürük. Qadın zəhmət çəkir, vərzişkar olur, ömrün qoyur onun üstünə, amma hər zaman onun həyat yoldaşı istəsə, onu qabağın kəsəcək və qoymayacaqdır. O gedə, məsələn, çağırılmış müsabiqəsində şirkət edir. Türk qadınları, mən Türk qadınları, məncəlum, Azərbaycan içindəki qadınları deyirəm ki, özüm də onlardan biriyəm. Bu tam müşkilat ki, mən dedim, İranın içində və hətta dünya səviyyəsində var. Bunlar elə biz Türk qadınları da elə tuturlar. Bundan əlavə, biz bunu yəni inkar eləyənmərik ki, Azərbaycan toplumunda sünnət daha da ağırdır. Yəni, ailələr çox sünnətidir və hətta məzhəbidir. Mən hala istəmirəm deyəm, İranın hər yerindən daha məzhəbidir. Amma, məsələn, bir Türk-Azərbaycan qadının biz Tehrandakı qadınlarla bir yerə qoyanda çox fərq var burada. Azərbaycanlıların elə əlan, hətta biz böyük şəhərlərində, məsələn, Təbrizdə baxaq, qadın nə qədər azad geyinsə, Tehran qadınların yanında çox belə tutuq görünür. Bəs bu göstərir ki, bir Türk qadını Azərbaycan ailəsində nə qədər ailəsinin tərəfindən fişardadır. Çünki daha orada məzhəb sözün yeridir, yəni İslamçılıq, ailə, dədə, qardaş onları daim hökmü verir ki, nəcimə. Ayrı məsaillərdə də elə bu cürsadır. Çünki məsələn, bir dənə Türk qadın istəyəndə boşana, support heç alır ailədən, yəni himayə ola, məsələ çox azaraq olur və qadın özün təkcə görə bilir bizim kültürümüzdə. Məsələn, mən keçən həftə bir dostumla danışırdım Ərdəbildən. Deyirdi ki, ailəmizdə biri var. Kişi, cavan kişidir.
gedir bu qadın yaşam özgürlük hərəkatına qoşulur Xiyavanlarda. Elə amma evdə bacısına və nənəsinə deyir ki, hicabını düzəlt. Yəni burada biz baxırıq, görürük ki, bir qadına nə keçir. Yəni heç bu anlaşmır bu məsələ. Bu məsələ anlaması nə qədər zor olubdur. Nədən? Bizim hətta toplumda kişilər mən görürəm çox əlləşirlər ki, qadına görə əlan dəstək versinlər. Yəni onların dəstəyi olmasaydı biz əlan da bu hərəkət bura yetişməzdi. Biz bunu mən əslən istəmirəm inkar edəm. Bəli, istəyirəm deyəm, elə ailələrimiz var ki, belə baskılar hələ də var. Yəni baxmayaraq ki, bu erkək özü çıxır və istəyir ki, qadınlara dəstək verə, amma özü kafasında elə özünə icazə verir ki, anasına da hətta desin ki, nədən bunu giydin, nədən onu giydin. Bunlar böyük dərddirlər mənim özüm üçün. O tərəfdən də elə mən bir ayrı dostlarımın biri ilə Təbrizdə danışırdım, çox məzhəbi ailədəndirlər. Məsələn, bu qız indi gənc olubdur və çox əlləşibdir. Məsələn, ailə ilə neçə ildir mübarizə aparır, ta çərşabı qoysun yerə. Məsələn, o gün mənə deyirdi ki, məsələn, nə zorlar çəkir ailə içində, elə olub ki, hamı ilə qırıbdır, bəran ki, sözlərin seçənmir ailənin. O tərəfdən bu mənə deyirdi ki, bu məzhəbi ailənin içində bir qız var ki, transidir. Yəni, mən fəqət o ləhzə başımdan ot qalxdı ki, bu bağlı ailənin içində o trans qız nə seçəcəkdir? Nə cür? Təbii ki, hələ öz haqların o əndazə bilmir və hələ biləndən sonra nə mübarizələrdir ki, gərək bu qız aparata öz haqlarını alın. Yəni, mən bir izafədə eləyim, trans olmaq bu olur ki, bu zahirən qızdır, amma ruhən özün bir oğlan görür və istəyir ki, oğlan olsun. Bu cür biz böyük məsələlər var bizim toplumda, o tərəfdən də belə baskılar da ayrı yerlərdən də çoxdur. Mən bir zat da Azərbaycan üçün bunu da işarə eləyim. Azərbaycan, mən dedim ki, sünnət və məzhəb var. O tərəfdən də fəqri də var. Biz, yenə də mən burada gəlib Azərbaycanı İranın hər yeri ilə müqayisə eləmirəm. Tehranla müqayisə edirəm. Çünki bizim ələn gəncimiz oturub Azərbaycanda Tehran və o mərkəzdəki nədir deyirlər, varlı, çarlı şəhərlərlə özlərin məsələn ölçüllər baxırıq, biz özümüz görürük ki, heç burada fəqr ki var, fəqr bahisi olur ki, heç bunların məsələn imkanlarında yoxdur ki, ələn hər uşağın əlində mobil olsun və hər uşaq sosial media əl tapsın. Necə ki, gözlərimizin qabağında gördük, biz məsələ Nika Şakirəmi, ya Sarina, onlar da 15-16 yaşında gənc qızdılar. Onların özlərinin akantı vardı. Çünki məsələn Tehranda Kərəcidə yaşırlar. Təbii ki, ailə tərəfindən də o qədər azadlıqları var ki, oynayıbla qoyubla sosial mediaya, məsələn özləri influencerdirlər, yəni danışıblar o biri gənclərə, təsir buraxıblar o biri gənclərə. Amma biz baxanda Ərdəbildə Şahid mədrəsəsində o ittifaqlar düşdülər. Heç təbii ki, bu bizim gözəl qızımız Əsra məsələn döyüldü də ölündü. Bunun heç bir sosial mediada əsəri yoxdur ki, adam gedə baxa görəydi. Mən özüm onun əkslərini axtarırdım, tapamırdıq. Çünki heç əvvələn məlumdur ki, bir çox bağlı ailədəndir. Heç mən bilmirəm, ailə də hələ bağlılıqdan deyə fəqridəndir ki, heç belə zatlar da yoxdur. Bəli, məncə elə bunlar yetişir buna ki, məsələn Ərdəbildə, məsələn bizim ayrı şəhərlərimizdə, hətta Təbrizin özündə də hələ biz deyək Azərbaycanın varlı şəhəri Təbriz ola,
bizim 15-16 yaşında uşaqlarımız, məxsusən qızlarımızın elə azadlıqları yoxdur ki, dursun hələ dədə icazə versin, bu hələ influencer olsun, özündən nə cür deyirlər, oynasın, orada paylaşsın, ya dursun öz ayrı cavanlara məsələn düşüncəsini paylaşsın. Məncə bunlar elə Azərbaycanın böyük məsələləridir ki, hətta Azərbaycan qadınların İranın içində də yenə də daha artıq baskıda göstərir. Biraz da düşünəndə, çünki mən özüm çox bunu düşünürəm ki, nədən bizim elə Azərbaycanda uşaqlar o qədər mənzurumuz gənc uşaqlardır. Sosial mediada yoxdurlar. Çünki mən o Əsra Pənahgülün mədrəsə şahid heç yadımdan çıxmır ki, onlardan heç nə əks, nə rəqs filan, heç nə paylaşmadı sosial mediada ki, millətində o ehsasların nədir deyərlər gətirə üstə. Buna da fikirləşirəm. Çünki bu Azərbaycan uşaqları özlərin İranın içində görürlər. İranın içində də dil farsdadır. Və bunların ana dilləri türküdür. Farsdan danışanda təbii ki, ləhcə ilə danışacaqlar. Və bilirsiniz, adam dil qüdrəti olmasa bile əslində nə cür influencer ola bilər? Məncə bu ola bilər bir mane. Çünki bu uşaqlar bilirlər ki, məsələn, oturub danışsalar farsça, kommentlər yazılacaq, hərə bir tərəfdən məsxərə edəcək, bunların dilinə, türk olmalarına sataşacaq. Ona görə ola bilər ki, tərcihləri ola bilməyə və o sinnidə də özlərində məsələn o özgürlükdə görmürlər ki, məsələn deyək ki, mən türkü danışacağam, məsələn türkü uşaqlara təsir buraxam, məsələn şəhrimin uşaqlarına danışam. Məncə bunu mən özümün zehnimə gələn bir zaddır ki, belə düşünürəm. Mən öz yaşam təcrübələrimdən desəm çox uzun olar. Çünki buradan fəqət başlayıram ki, çünki hala mənim yaşımda bəlli, çox bəlli də olmasa biraz bəllidir ki, çox belə gənc deyirəm. Ona görə o zamanlar biz yaşamışıq ki, İran belə çox tutuq idi. Bu azadlıqlar ki, belə vardı, yox idi. Mən yadımda bir epollu mantolar var idi də, Dəbiristan oxuyanda idi, ya danışçı idi, bilməm, yadımda deyil. Epollu belə şişirlərdi, epol uzun ayağını üzünəcən manto. O mantolar moda olmuşdu, mən onlardan almışdım bizim ailədə, nəinki öz ailəmdə, eşik ailədə, xalada, dayıdan. Hamının səsi çıxmışdı ki, nədən sən belə fashion dolanırsan? Yəni mən və mənim elə yəni bacı qardaşlarım da elə hamımız biz əvvəlcə çox mübarizə aparmışıq ailəmizlə. Ondan sonra eşikdə də mən çox əziyyətlər çəkmişəm İranda yaşayanda. Məsələ işə gedəndən lap betər başlayıb. Halı danışıqda olan da yadımdadır ki, o qapının qabağında o gəşli irşad durardı. Bir dana biz, yəni klasın saatı məsələn 2-dədir kilas. Ondan görək biz hesablayırdıq ki, şayət qapının qabağında mənim qapağımı çəksə, bir dana nazik motiv vurmanın üstündə məni qoymayı danışqanın içərisinə və mən gətirəm, məsələn, o bir qapıdan girəm danışqanın içinə. Yəni, daim gör bizim enerjilərimiz nələrdə keçib. Sonra mən işə girəndən, mən individual namələri saxlamışam, hirasətdən namə alardım. Nədən ötürü, məsələn, mən Tehranda Vizarət Bazarqanında işləmişəm. Çox belə hicablı doğranardım, yəni nə məsələn makaj yapan, nə çox belə tutuq giyinərdim də. Amma ki, tüklərim uzun idi, başıma hörərdim ki, qıstala, çünki evlə tükü məğnənin altında saxlamaq olmazdı. Ondan da mənə hirasət namə vermişdi ki, tüküvün ucu, hörüyün ucu məğnədən çıxır eşiyə və indi də elə mamamcının evində, orada əsrarramın içində o namədə qalır. Sonralar məni Tehranda 2 dəfə gəşli irşadda tutubdu.
Mən bu gəşdi irşad, mən də və istilah Tehranlı olmaya, gedəndə Tehrana gəşdi irşad məni tutub, 2 dəfə tutub özdə, mindirib maşına vənlərinə, sonra təhvil alıb. Bu Məhsa Əmini Kürdistandan durub gedir Tehrana, Tehranda tutur. Məncə bu gəşdi irşadın da bir məsələsi var Şəhristandan gələn qızlara. Çünki məni də orada tuturdular. Bir yol, əlbəttə mən həm Təbrizdən getmişdim, həm də yadımda elə bu xaricdə yaşayanda, İran, Təbrizə gedəndə, sonra rast gəlmiş Tehrana getmişdim. Mən bir dəfə dostlarıma dedim ki, nədən məni tuturlar? Mən çox belə, bax gör, qızlar nə cür geyiblər? Bu Tehranda qızlar nə azad geyiblər, açıq geyinişlər var. Mən onların yanında çox tutuğam. Mənim dostlarım mənə dedilər ki, onlar cəsarət edilməzlər Tehran qızlarına yaxınlaşırlar. Elə görürlər ki, siz hədd sığırırlar ki, Şəhristanlısınız. Ona görə yaxınlaşırlar. Buna da biz fikirləşməliyik ki, yəni biz ayrı-seçkiliyi yəni elə hər yerdə gərək görək də. Hər tərəfə çönürük dilimizin üstündə, geyinməmizin üstündə. Elə bizi danışdıranda elə zahirimizdən də bəllidir. Biz də nəzr deyərlər, mərkəz neşini dəyirik ya, bilmirəm, Tehranı dəyirik də bizə çox baskı olacaq. Çünki mən həmişə Məhsa Əmini də təcəssüm edərəm ki, onu danışdıranda indi görüblər ki, şayət düşünüblər ki, o Kürdüdür, ona çox tər işgəncəyə başlayıblar. Təbii ki, mən dəfələrcə tacizə məruz qalmışam. Amma da onları saysaq sayı qutulmaz nə qədər bazarda, iş yerlərində, ayrı yerlərdə. Bəli də onlar sayıya gəlmirlər də təəssüflə. Çünki da biz bu kültür məsələsi oldu da bizi, yəni bu hökumət qadınlara bir-birə baskı gətirdi, bunları bastırdı. O tərəfdən də fərhəngi qabağa aparmadı və biz heç vaxt bizə əmniyyət yaratmadı. Biz qadınlara əmniyyət yaratmadı. Biz çıxdıq xiyabana da əl atdılar biləmizə, dilinə biləmizə ihanət elədilər və böyük işlərdə. Bunlardan keçək. Məncə mən qadın olan yerdə, qadın olaraq belə heyran qalmışam. Ki mən indi özüm Amerikada yaşıram və burada keçən həftə düz 7 gün bundan qabaq Washington DC-də qadın yaşam özgürlük təzahüratına getdim. New York'dan durdum, getdim ora ki, qadınlara, İrandakı məzlum gənc qadınlarımıza dəstək verək və hədəf də budur ki, məsələn, İranlılar ki, İranın eşiyində yaşırlar, yığışsınlar, İranda içəridəkilərin səsin münəkiz versinlər hər yerə və kişvərlərinin dolandıranlarına, dövlətlərinə və bir cür dövlətlərindən istəsinlər ki, bu rejimin qabağında dursunlar, onlarla irtibatdan qətləsinlər və İranın millətinə yardım olsunlar. Yəni, hədəf bundan ötür. Mən gedirəm təzahürata, orada mənim əlimdə bir plakard var ki, o plakard özüm göstərirəm ki, mən bir qadınam. Əlimdə də bir plakard var, yazıb türkcə, ingiliscə, farsça yazıb qadın, yaşam, özgürlük. Mənə bir kişi hücum gətirir. Mən və yoldaşım bir yerdəydik. Gəlibdir bu kişi. Yəni, mən istəyirəm deyəm ki, biz qadın haqlarına burada gərək düşünək. Bu kişi gəlir, mənə hücum gətirir və məni döyür. Evli adam içində məni döyür. Orada məni döyəndə mənə fəqət bu səhnə var ki, bir kişi ki, fiziki məndən böyükdür, zoru məndən çoxdur. Çünki mən qaçdım. Onun əlindən kişi yürəndə mənə, mən qaçdım.
Yaxşı. Bu qaçdı məni tutdu, yapışdı mənim boynumdan, məni yaxdı yerə. Burada mən nə görə bilirəm? Burada mən bir fəqət görürəm ki, biz qadınlara kişilər hökumət başında zülm edir. İşdə gedirik bizə ayrı seçkiliklər qoyurlar. Ailədə həmişə ayrı seçkilik görmüşük və baskı görmüşük. Hər zatda bizi kontrol altında saxlayırlar. Gəlirlər xiyavanda, bir kişi gəlir xiyavanda, minlər adamın qabağında, gözünün qabağında məni döyür. Məncə, mən qadın bu zülmü nə cür çəkim? Mənim gərək səsim eşidirlər. Mən gərək bu kişini necə ki İrandakı qızlar onlara zülm eləyənlərin gərək haqqı verilə əllərinə. Məncə bu kişi üçün Amerikanın demokrasiyada, Amerikada yaşır, demokratik bir ölkədə yaşır. Amerikanın baş kəndində gəlibdi qadınlardan himayət eləsin məsələn. İran qadınlarından himayət eləsin. Bir qadını döyür, yaxır yerə. Bundan böyük təcrübə ki, qadına baskını görsə də, mən nə deyim?